Herkese salam, kanalıma hoş geldiniz kızlar. Bugün ben detoks etmek istedim minimumdan. Demək mənim bugün yarım paçka kəsmik, bir stəkan kofim. Bu mənim naharımdır. Abiyada da olacaq eyni ilə gördüğünüz kimi. Amma burada 2 adet qaynadılmış yumurtanı görürsünüz yəqin. Abiyada da 1 adet qaynadılmış yumurtanın ağı əlavə olur bura. Axşama da 1 adet yumurtanın ağı əlavə olunur bir tarelkaya. Belə. Əlavə toyuq su içmək olar, yaşıl çay içmək olar və salam. Bu mənim detoksuma aiddir. Düzdür, mən tərəziyə bugün çıxmamışam. Çünki qaçamaqlardan sonra tərəzi ilə üzbəyiz qalmağa qorxuram. Ona görə də bilirəm ki, əlbəttə ki, effekti olacaq. Və sabah mən ayrı bir detoks üzümə seçəcəyəm. Sabah da eləyəcəyəm onu. Və 2 gündən sonra tərəziyə çıxaram və ondan sonra tam əvvəldən başlayacağam. Amma tam əvvəldən başlayıramsa, mən bilirəm ki, mən 8 kilonu artıq geridə qoymuşam qızlar. Belə.